marketlərdə qiymət fərqi ilə rastlaşdığımız zaman aldadılmadığımızı düşünürük və bunu necə, hara müraciət edəcəyimizi bilmirik. Amma müraciət etmək hüququnuz da var və hətta müraciətlərə tez bir zamanda baxılır və tez bir zamanda da ölçü götürülür. Bax, bu mövzuda hal-hazırda müzakirəyə başlayırıq və ilk qonağımızı böyük məmnuniyyətlə dəvət etmək istəyirəm. Anti-inhisar və İstehlak Bazarının Nəzarət Dövlət Agentliyinin şöbə müdürü Yusif müəllim Tapdıqlı bizimlə bərabərdir. Yusif müəllim, dəvət edirik sizi. Xoş gəldiniz Yusif müəllim. Aytaç, çox maraqlı mövzudur. Çox maraqlı mövzudur. İnanıram ki, hal-hazırda elə operatorumuz da bizim yanımızdadır. İndi Yusif müəllimi də biz salamlayırıq. Yusif müəllim, çox maraqlı bir söhbətimiz olacaq. Çünki marketlərin sayı dayanmadan artmaqdadır. Həm kiçik marketlər, həm supermarketlər, həm böyük marketlər var ki, grand marketlər var ki, orada qiymətlərə baxırıq. Hansı bizim cibimizə uyğundursa, biz həmin o marketlərə yaxınlaşırıq. Və yaxud endirim adı altında kampaniyalar başlayır. Biz dərhal yaxınlaşırıq, alırıq. Amma kassada problemlər yaşanır. Problemlərdən biri nədir? Deməli, o kassadakı bizə vurulan qiymətlə, malın üzərində olan qiymət heç vaxt düz gəlmir. Çox vaxt uyğun gəlmir. Belə olan halda kimə müraciət etməliyik və ya müraciət edildiyi vaxtda necə baxılır bu məsələyə? Buyurun. Salamlayıram mən də həm sizi, həm tamaşaçılarımızı. Təşəkkür edirəm belə aktual mövzulara toxunduğunuza görə. Çox həssas məqamda və bizə daxil olan istehlakçı şikayətlərinin böyük hissəsini təşkil edən bir məsələyə toxunmusunuz. Qeyd edim ki, siz qeyd etdiyiniz məsələ bizim prizmamızdan, yəni qanunvericilik prizmasından baxımda istehlakçıların aldadılması kimi qiymətləndirilir və bununla bağlı təbii ki, Anti-İnhisar və İstehlak Bazarı Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq araşdırma aparılır və nəticəsinə uyğun tədbirlər görülür. Bu ən çox necə olur? Siz qeyd etdiyiniz kimi daha çox ticarət şəbəkələrində, marketlərdə baş verir ki, istehlakçı mal almaq istəyən zaman yaxınlaşır vitrinə malı götürür, bir qiymət görür və yaxınlaşıb kassada ödəniş edən zaman kassada fərqli qiymətlə ödəniş olur. Həmişə olur, çox halda olur, bunu demək olmaz, amma kifayət qədər əksər çox hallarda rastlaşdırır. Çünki bizə daxil olan müraciətlərin statistikası da bunu göstərir ki, müraciətlərin sayında artımlar var və belə problemlər olur. Və Yusuf müəllim, belə problemlərlə üzləşəndə biz nə etməliyik? Bir mala baxırıq, almaq istədiyimiz mal. Malın qiymətinə baxırıq. Üstə gəlirik kassaya, kassada mallar vurulandan sonra biz pulumuzu ödürürük və verilən çekin yenidən baxmaq məcburiyyətində qalırıq. Çünki həmin o problemi, o aldadıldığımızı yalnız çeki əlimizə aldığımız halda bilmiş oluruq ki, məsəl üçün qiymət fərqi var imiş burada. Təbii ki, belə bir faktlar aşkarlandığı halda nə etməlidirlər və yaxud siz hansı tədbirləri görürsünüz? Belə bir hallar olduğu təqdirdə birinci o məsələyə toxunum ki, çeki əldə etdikdən sonra mütləq qaydada çeki əldə etsin istehlakçılarımız. Çünki çek əsas sübutlardan biridir. Kassa qəbzi olmadan müraciətdən araşdırmasında çox çətinlik olur və müvafiq tədbirlər də görə bilmirik. Kassa çeki və vitrindəki müvafiq foto şəkili vətəndaşlar bizə təqdim etdikdən sonra biz artıq onun üzərindən araşdırma apara bilirik. İstehlakçı ilk öncə birinci onu vurğulayım ki, belə halla qarşılaşdığı zaman çalışmaq lazımdır birinci növbədə mağazanın özünə irad bildirmək lazımdır. Kassir olmadığı halda mağaza müdürünə, administrator, müvafiq şəxslərə irad bildirmək lazımdır. Çünki bəzi hallarda bizim araşdırmalarımız bunu göstərir ki, bu problemlər texniki səbəblərdən ola bilir, bilmərəkdən ola bilir, müəyyən işçi səhlənkarlığından ola bilir və yerindəcə müraciət olunduğu halda əksər hallarda problem aradan qaldırılır, vətəndaşın gördüyü qiymətə məhsul ona təqdim olunur, rüzgahallıq olunur. Yəni, bu kimi vətəndaş məmnunluğa nail olunur. Lakin əgər vətəndaş narazı qalarsa, vətəndaş qeyd etdiyi problem aradan qalxmazsa, o zaman təbii ki, əlində olan sübutlarla Anti-İnhisar və İstehlak Bazarı Nəzarət Dövlət Agentliyinə müraciət edir. Bunun üçün bizim müxtəlif müraciət kanallarımız var, o cümlədən bizim saytımız var, saytımızda müraciət bölməsi var, bizim elektron postumuz var. Oradan çox rahat şəkildə vətəndaş müraciət edir və müraciətinə yaxşı olar ki, o qeyd etdiyim faktları da əlavə edir. Və bu faktlarla müraciət etdikdən sonra biz də təbii ki, araşdırma aparırıq. Faktlar və sübutlar yetərli olduğu halda həmin təsərrüfat subyekti barəsində inzibati xətt haqqında protokol tərtib edirik və davamında fiziki şəxslərdirsə bizdə işə baxma təyin olunur və onun üzərindən cərimə tətbiq olunur, hüquqi şəxslərsə müvafiq
rayon məhkəmələrinə göndərir və məhkəmələr tərəfindən işə baxılır və bu qaydada inzibati tədbirlər görə qanunvericiliyi. Yusuf bəy, biz bir neçə halları sadaladıq bununla bağlı, məsələn istehlakçıların rastlaşdığı. Çox maraqlıdır ki, şəhər sakinləri hansı hallarla rastlaşıblar və maraqlıdır bu halda qanunla bilirlərmi, hansı haqları var, hansısa müraciətləri eləyiblərmi? Odur ki, şəhər sakinlərinin sorğusunu izləyək, daha sonra suallarla davam edəcəyik. Sözünü sorğuya keçmədən əvvəl kəsməyə məcburiyyətində qaldım ki, şəhər sakinlərinin demək olar ki, çoxu və demək olar ki, hamısı bu məqamdan narazıdırlar. Yəni aldadıqlarını iddia edirlər. Ona görə də istəyərdim ki, hal-hazırda gəlin bərabər sorğunu izləyək, görək orada nələr baş verir, nələr deyiblər bizə. Buyurun. Bəli, olub. Mən fikirləşirəm ki, çox hallarda bu vitrində bir qiymət olur. Sonra məsələn endirimli ola bilər, onu dəyişdirmirlər və kassaya gələndə artıq başqa qiyməti olur və çox vaxt o vitrində yazılan qiymətdə satmırlar, amma o düzgün deyil. Yəni bildiyim qədər elə olmalıdır ki, nə qiymət yazılıbsa o qiymətdə satılmalıdır. Düzgün deyil. Yəni neçə dəfələrlə olub, soruşmuşam, amma deyir ki, səhv olub. Bağışlayın. O bir marketdə olmayıb, bir neçə marketdə olub. O balaca məbləğ olmayıb, bir neçə böyük məbləğ olub. Bəli, olub. Olmağından da başqa bildiyimiz qədər rəfdə hansı qiymətdirsə, o qiymətlə də biz almalıyıq. Yəni kassada hansı qiymət vurulsa belə, onun bizə çox da bir aidiyyəti yoxdur və mən bir-üç dəfə bunun şahidi olmuşam. Şahidi olmağından da başqa anamda da olub, atamda da olub, özümdə də olub və rəfdəki qiymətə görə almışam. Mənə görə düzgün bir şey deyil. Düşünürəm ki, market sahibkarı tərəfindən qiymətlər kassada fərqli qoyulur, üzərinə fərqli yapışdırılır. Bilərəkdən edilir məncə, mən elə düşünürəm. Yoxsa niyə marketdə ərzaqın üzərində başqa qiymət olsun ki, kassaya gəlib vuranda tamamilə başqa qiymət üzərində çıxsın? Yəni düzgün bir şey deyil. Olur ki, bəzi hallarda vitrindəki olan malın qiyməti kassada olmur. O da yəqin ki, kassanın problemi olurkən, o qiymətdə vaxtında dəyişik olursa, o kassir onu bilmir. Yəni, sistemdə o əgər olmursa, vitrindəki o yazımlar bizə problem ola bilir. Təbii. Dəfələrlə olubdu. Gəlmişik, baxmışıq vitrindəki qiymətlə, kassaya yaxınlaşanda çekdə fərqli çıxıbdı. Vurandan sonra evdə baxmışıq ki, fərqlidir. Mən elə görəndə gedib yaxınlaşıb deyirəm. Deyirlər ki, qiymət fərqi olubdur, qiymətləri dəyişmək yaddan çıxıb, nə bilim belə. Hə, olub ki, qiymətlər çox fərqli olub və ondan sonra, deyəndən sonra onu dəyişdiriblər, yəni qiyməti dəyişdiriblər. Narazıçılıq sayılır, çünki bəlkə mən pulu o qiymətə hazırlamışam, amma əslində qiymət fərqlidir. Ona görə daha yaxşıdır ki, diqqət yetirərlər. Bəzi hallarda bu durumdan rastlaşdığımız olur. Əslində bu düzgün deyildi, yəni belə baxanda vitrində gördüyümüz kassada çıxan pul tərəsi kimi də gedir də. Yəni bəlkə imkanı olmayanlar falan üçün yəni yaxşı hal deyil də. Hətta ki, çox evə gedəndə çekdə də qiymətin, malın üstündəki qiymətlə çekdə qiymətin uyğunlaşmağını görürük yəni. Sorğunu eşitdik, sorğunu dinlədik və şəhər sakinləri dediyi bütün fikirlərin hər birinə tam olaraq razıyam və bəzən sorğuda iştirak edən bizim dəyərli sakinlərimizin dediyi fikirlərlə tam olaraq razılaşıram. Çünki mən də eyni addımları atıram. Bu mənim problemim deyil. Mən bunu almışam, kassaya gəlmişəm, yenidən bu malı qaytarmaq, yenidən o prosesləri izləmək istəmirəm. Və bəzən də həmin o marketlərin administratorları və yaxud direktorları, direktor müavinləri doğru addım eləyirlər ki, bu bizim səhvimizdir və bu bizim səhvimiz olduğuna görə hansı qiymət yazılıbsa, həmin o qiymətlə siz bunu ala bilərsiniz. Sonra biz artıq özümüz öz işimizi görəcəyik. İndi burada bir balaca insani hisslər oyanır ki, həmin o əməkdaş, həmin o satıcı, həmin o rəfə baxan geri dönüş edəcək? Necə olacaq, onun maaşından mı tutulacaq? Bu bizi narahat edir. Amma əslində insanlar, məsəl üçün, evdən çıxarkən 1 manat götürür ki, mən 1 manatlıq alacağım və gəlib görürük ki, 1 manat 9 qəpik, 8 qəpik və bu zaman o demək deyil ki, üzerimizdə pul yoxdur. Yəni evdən bunu bu qiyməti aldığımız üçün gəlmişik. Təbii ki, suallarımız da var. İstəyərdik ki, dərhal suallarımıza keçir alaq. Sorğuya da fikrinizi bildirə bilərsiniz. Sorğu əslində çox sevindirici haldır ki, istehlakçılar, mən belə başa düşdüm bu sorğudan ki, öz hüquqları barədə məlumatlıdır və gözəl bilirlər ki, vitrində göstərilən qiymət malın qiymətidir və həmin qiymətə də mal satılmalıdır. Və pozuntu ilə rastlı mən bir neçə istehlakçının çıxışından gördüm. Pozuntu ilə rastlaşdığı halda da iradlarını bildirib həmin qiyməti almaq hüquqları var və çoxu da buna nail olur. Olmadığı halda da təbii ki, belə qeyd etdiyimiz kimi müvafiq olun bizə müraciət edir. Bu bizim qanununda var ki, yəni bizim istehlakçıların hüquqları müdafiəsi haqqında qanun var. Əsas bizim ana qanunumuzdur istehlakçı hüquqlarını tənzimləyən ölkəmizdə. Eyni zamanda müvafiq Nazirlər Komitəsinin qərarı var.
94-cü ildə qəbul olmuş 94 saylı qərar var. Ticarət, ictimai məişət və digər növ xidmət qaydaları adlanır. Qaydaların təsdiq edilməsi barədə. Həmin qərarın tələblərinə görə satışda olan bütün malların üzərində onun dəqiq qiyməti göstərilməlidir. Eyni zamanda istehlakçıların hüquq müdafiəsi haqqında qanunda tələb var ki, istehlakçılara malın adı, növü, qiyməti barəsində dəqiq və düzgün məlumat verilməlidir. Məlumatda yanlışlıq varsa, qiymət kağızında problem varsa, qiymət düzgün göstərilirsə, bu təbii ki, artıq birbaşa sahibkarın məsuliyyəti, sahibkarın problemidir. İstehlakçı burada Ümumiyyətlə, baxın, bu kimi hallar istər çəkisinə görə, növünə görə, qiymət hesabına görə müştərinin, belə deyək, aldadılması halları hansı formada baş verir və əsasən hansı satış növündə daha çox müşahidə olunur belə hallar? Bu tip hallar indi süjetdə baxdığımız və istehlakçıların dediyi ən çox qarşılaşdığımız məhz bu haldır ki, ticarət obyektlərində malın vitrinə göstərilən qiymətlər fərqli qiymət olması. Amma istehlakçıların aldadılması dedikdə yalnız elə mağazalarda vitrindəki qiymətlə kassadakı qiymət fərqi yox, bir sıra başqa hallar da ola bilir. Misal üçün istehlakçıların çəki aldadılması məsələsi ola bilir ki, bir mal alırıq, onun üzərində göstərilmiş çəki deyəlim ki 1 kiloqramdır, amma aparıb evdə yoxlayırıq çəkiri, məlum olur ki, deyəlim ki 9 qram. Bu artıq istehlakçının çəkidə aldadılmasıdır və burada eyni qayda ilə məsuliyyət olur. Və yaxud istehlakçının hesabda aldadılması yalnız ticarət obyektində yox, başqa sahələrdə, xidmət sahələrində də ola bilər. Misal üçün, bir misal gətirə bilərik, restoran, kafe, restoran sahəsi ola bilər ki, siz gedmişsiniz, müştəri kimi əyləşmişsiniz, menyudan baxıb sifariş verirsiniz və öz hesabınızla, öz təxmininizlə nəzərdə tutursuz ki, deyəlim ki, sonunda 50 manat hesab verəcəm, amma gəlir, çıxır, təqdim olunan hesabda görürsünüz ki, 55 manat və məlum olur ki, menyuda hansısa məhsul deyək ki 5 manat göstərilibsə, təqdim olunan qəbzdə 6 manat kimi. Bu da artıq elə məntiq olaraq eyni problemdə, eyni haldır və istehlakçının aldadılmasıdır. Və yaxud ola bilər, özür istəyirəm sözü də kəsdim, ola bilər elə bir hal olur ki, menyuda xidmət haqqı göstərilmir. Belə hallar da var. Amma sonunda təqdim olunan hesabda istehlakçı görür ki, ondan xidmət haqqı da alınır. 10%, 15% müxtəlif restoran müxtəlif məbləğ olur. Bunun özü də həmçinin istehlakçıdan hesabda alınması. Üzr istəyirəm, deməli bizim tamaşaçıların narahat edən bir çox məqamlar var ki, biz burada işıqlandırırıq və ən əsas məqsədimiz odur ki, bu problemləri qabardaq, təqdim eləyək və problemin həlli istiqamətində də hər hansı bir iş yollar göstərək. Yəni bunun əsas adını biz qoyuruq maarifləndirmə işləri. Bəs bu cür hallarla üzləşdiyimiz halda maarifləndirmə işləri necə gedir və maarifləndirmə işləri ilə də bağlı istərdim ki, fikirlərinizi bölüşək. Bu da hələ sonuncu sualımız olacaq ki, maarifləndirmə işlərindən əlavə də hara müraciət etməkləri ilə bağlı bizə dəqiq bir ünvan və yaxud telefon deyəsiniz. Buyurun, bu da bizim sonuncu sualımız. Aydındır. Məlumat üçün qeyd edeyim ki, bizdə məlum olduğu kimi sahibkarlıq sahəsində aparılan yoxlamalar 2016-cı yanvar ayına birinə qədər dayandırıldığından biz bu kimi hallarla bağlı nəzarət tədbirləri keçirə bilmirik. Yalnız istehlakçı müraciətlərin üzərindən araşdırma aparılır, məvaqe tədbirləri görülür və bizim hazırki nəzarət mexanizmimiz sırf istehlakçı fəallığına əsaslandığına görə, ona görə də bizim maarifləndirmə tədbirlərimizin əhəmiyyəti daha da artıb ki, artıq istehlakçılar öz hüquqları barəsində daha məlumatlı olmalıdır. Eyni zamanda sahibkarlar da öz vəzifələrini daha düzgün bilməlidir ki, bu kimi hallara, bu kimi pozuntulara rast gəlməyək. Biz bu istiqamətdə hansı tədbirlər görürük, mən qısaca məlumat vereyim. İlk öncə biz həm Bakı şəhərində, həm regionlarımızda, Azərbaycan müxtəlif rayonlarında sahibkarlarla mütəmadi olaraq görüşlər keçiririk. O görüşlərdə bütün istehlakçı hüquqları, o cümlədən də bu sahədə istehlakçının aldırılmasına bağlı məsələlər onların diqqətinə çatdırılır, onların məsuliyyət tədbirləri barədə məlumat verilir. Bu pozuntuların aradan qaldırılmasına bağlı qarşılıqlı fikir mübadiləsi aparılır. Hansı şəkildə işləmək olar, nə etmək olar ki, pozuntularla qarşılaşmayaq. Bunun ətrafında müzakirə aparılır. Sahəvi görüşlərimiz olur sahibkarlarla. Eyni zamanda da istehlakçıların məlumatlanması istiqamətində işlər aparılır ki, bizim sosial şəbəkə hesablarımız vasitəsindən, siz jurnalistlərin dəstəyi ilə sağ olun, mütəmadi efirlərdə çıxışlar vasitəsilə və bizim son dövrlər keçən ildən başlayaraq bir kampaniya başlatmışıq. İstehlakçı hüquqlarını bil və tələb et. Bilmirəm, qarşılaşmısınız ya yox. Əlbəttə ki. Müxtəlif mağazalarda, ticarət şəbəkələrində, apteklərdə, yan azadlıqlı məntəqələrində bir posterlər yerləşdirmişik. Həmin posterlərdə hiper keçid var, QR kod dediyimiz və istehlakçılar o QR kodu skan edərək öz hüquqları barəsində ətraflı məlumat əldə edə bilir. Bundan əlavə olaraq da eyni zamanda agentliyin təşəbbüsü ilə bir sayt
formalaşdırmışıq, istehlakçı.gov.az. Bu saytda sırf istehlakçılara onların hüquqları barədə məlumat vermək, daha çox qarşılaşdıqları problemlər nədir, bu problemə həll yoluna nə etmək lazımdır, hansı pozuntularla bağlı hansı dövlət orqanlarına müraciət etmək lazımdır. Bu kimi istiqamətləndirici, məlumat verici bir saytdır və istehlakçılar o saytda da daxil olaraq özləri üçün məlumatlar əldə edə bilərlər. Sonuncu qeydinizlə bağlı da bu kimi hallarla İnşallah ki, heç kim qarşılaşmasın, pozuntu olmasın, amma rastlaşdığı halda da istehlakçılarımız qeyd etdiyim kimi birinci növbədə çalışaq onu yerində həll edək. Mağazaya, restorana, kafeyə, hansı xidmət sahibkarına və yaxud müdirinə iradımızı bildirək. Həll olunmadığı halda faktlar və sübutlarla Anti-İnsar və İstehlak Bazarı Nəzarət Dövlət Agentliyinin competition.gov.az saytına və yaxud bizim elektron postumuz office@competition.gov.az ora müraciət etməklə, eyni zamanda 195.1.4 çağrı mərkəzi vasitəsilə öz şikayətlərini bildirə bilərlər və biz də o şikayətlərin üzərindən qanunvericiliyə uyğun olaraq araşdırma aparıb müvafiq tədbirlər görəcəyik. Minnətdarıq gəldiniz. Çox sağ olun. Xatırladaq ki, qonağımız Anti-İnsar və İstehlak Bazarı Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Yusif Tapdığlı idi. Çox maraqlı suallarımıza cavab verdiniz. Minnətdaram. Çünki baş verən hadisələrin hər birinə diqqət yetirmək, hər bir marketdə nümayəndə qoymaq kimi imkanımız olmasa da, amma bəzən müştərilərin özünün müraciəti çox önəmlidir. Və o QR kodla bağlı mən də istəyərdim ki, elə Günədavam ailəsi olaraq belə bir fikir söyləyək sizə ki, bu kassaların yanında da qoysaq. Qoyuruq. Kassaların yanında, girişlərdə, bəli, görə bilərsiniz. Çox gözəl. O zaman daha rahat şəkildə üzləşdiyiniz problemlə elə dərhal skan edərək müraciətinizdə ünvanlaya bilərsiniz. Minnətdarım Yusuf müəllim, gəldiniz. Təşəkkür edirik. Sağ olun. Xoş olun.